Alo. Salam əxi, necəsən? Aleyküm salam. Sağ olsan, necəsən? Əxi, mənə iş lazım deyə vəziyyət biraz pisdir. Yox, iş yoxdur, inansan. Mən özüm də iş axtarıram neçə müddətdir. Olanda xəbər eləyərəm də. Yaxşı əxi, xəbər gözləyəcəm səndən. Yaxşı, hələlik, hələ. Anar necəsən? Salam Cəfər, sən necəsən? Sağ ol, Yaxşı yaxşı. gördüm sən. Nə olub? Mənə iş lazım deyə təcil tapa bilməm heç yerdə. Ayda, mənim də yanımda demək olar ki, dolu deyə. Boşalsa mən sənə deyərəm. Yaxşı. Yaxşı nömrəm var məndə. Yaxşı. Ay Allah, dedin namaz qıldım. Oruç tut dedin, onu da tutdum. Yaxşı işlər dedin gör, onu da gördüm. Mən səni özümə dost bildim. Sənsə məni yarı yolda qoydun. Mən bir tikə çörək qazanmaq üçün iş axtarırdım. Mən çox şey istəməmişdim səndən. Amma sən o işi vermədin mənə. Sənə dostluğun elə bu qədər idi. Evə gedə bilmirəm. Uşaqlar, yoldaşım gözümün içinə baxır ki, bu gün iş tapdın yoxsa yox. Sən məni yarı yolda qoydun. Ha, Anar necəsən? Şükür Allaha. Binansan bayaqdan səni fikirləşirəm mən. Uşaqlar bir dənə işdədir Quligil. Bir dənə bunu həll eləyək bu gün gedək. Gedək. Namazımı qılım gözlə qapıda gəlmə. Yaxşı, tamam öldür. Heç yerə getməyə gözlə. Ey nəfs, biraz səbir eləsəydin, çox tələsdin. Allah, mən bilməliydim ki, bu bir imtahandır. Mən yanıldım Allahım sənə isyan etməkdə. Bağışla mənə Allahım.